Videoda mövzumuz 6-cı sinif ingilis dili kiçik suma təqdimətləndirmə 3. Videoya baxmazdan əvvəl kanala abunə olmamışsınızsa kanala abunə olun. Videoları bəyənin, paylaşın. Və keçirik testə. Ted goes to swim in the sea. Dənizdə üzmək üçün hara gedir? Çimərliyə. Beach. Tamamlayın deyir. Tamamlayaq. Every Sunday Ben does. Hər bazar günü Ben nə edir? Şəkildə fishing göstərilir. Fishing seçirik. Cute sözünün sinonimi lovely. Choose the correct line of compound nouns. Mürəkkəb isimləri istəyir. Compound mürəkkəb deməkdir. Summer sadə isimdir. Temperature sadə isimdir. Grandparent iki sözün birləşməsidir. Mürəkkəbdir. Campsite iki sözün birləşməsidir. Mürəkkəbdir. Make up a sentence. Cümlə qurun. Deməli, there was a big party in the town. Which option is correct? Hansı cümlədir düzgündür? Last year we visited Sagrada Familia in Barcelona. Doğrudur. In Barcelona, the sand on the beaches was from Spain. Barcelona'da deməli çimərlikdə olan qum İspaniyadan gətirilib. Xeyr, İspaniyadan gətirilməyib, Kanar adalarından gətirilib. Ona görə bu səhvdir. İz eləmirik ona görə. Alter de Chao is a small town in Brazil. Doğrudur. Alter de Chao is located near the Amazon River. Amazon çayının yanında yerləşib. Xeyr, Tapajos çayının yanında yerləşib. Ona görə bu da səhvdir. Which definitions of the following words are given correctly? Hansı sözlərin açıqlaması düzgün verilib? Campsite düşərgə sahəsi. Place where you go fishing on holiday. Tətildə balıq tutmaq üçün getdiyin yerdir. Xeyr. A tour guide. Tur bələdçisi. Someone whose job is to show visitors a place or area. Deməli, kimin peşəsi gələnləri həmin yerlə tanış eləməkdir. Bəli, tur qaydın bilirsiniz, tur bələdçisinin işi burada. Gələnləri qarşılayır, onları getdikləri ərazi ilə tanış edir. Bu doğrudur. Complete the sentence with the past form of to be. Uşaqlar, to be'nin keçmiş zaman forması ilə tamamlayın. To be'nin indiki zamanda bilirsiniz ki 3 forması var idi, əmizar. Keçmiş zamanda isə to be'nin 2 forması var. Çox asandır. Was və were. Buraya yazıram. Was təklərdə işlənir. Were isə cəmlərdə işlənir. Yəni, are-ın keçmişi elə bilin were-dür. Was-ın izin keçmişi isə was-dur. Amma I-da I was olacaq şəxs əvəzliklərindən işlənməsinə görə. I was, amma sən və siz, yəni eynidir. You da həmişə were olacaq. He, she, it də was olacaq. We, they də isə yenə were olacaq. Qalan hallarda mübtəda təkdə olarsa, isimlə verilibsə və təkdədirsə was olacaq. Mübtəda isimlə verilib və cəmdədirsə were olacaq.
Complete the sentence with the past form of to be. To be'nin keçmiş zaman forması ilə tamamlayaq. I-da nə olacaq? I was. I was. Uşaqlar, bir də uşaqlar bunu was kimi tələffüz edir. O səhvdir. Was. She was. Was-un oxunuşu bu cürdür. Belə görürsünüz yəqin. Bu neutral səsdir. Neutral səs ə səsi vermir. Neutral səs Azərbaycan dilində I, O, U səslərini. Article-da isə bu article var, E. Orada deməli E səsinə bənzəyir. Hətta Amerikan İngiliscəsində A kimi də tələffüzünü eşidə bilərsiniz. A pen, give me a pen məsələn deyə bilirlər. Bir də an article-ında neutral səs olsa da burada an deyirik. Qalan hallarda I, O, U səsinə bənzəyir. Neutral səs. Aha. Deməli, I was, she was, my friends were. Cəmdədir, ona görə were seçdik. Complete the sentences with yes and no answers. Were you afraid of the snakes? Uşaqları yadınızda saxlayın. You əvəzi ilə verilən bütün sualların cavabı ya I ilə veriləcək, ya da we ilə veriləcək. Və to be'nin keçmiş zaman forması was word-ün ümumi sual cümləsinin qısa cavabları belə olacaq. Yes, no özləri veriblər. Yes, no. Sonra şəxs əvəzliyi. Şəxs əvəzlikləri hansılardır? Are you afraid of the snakes? Sən deyir ilanlardan qorxurdun. Yes, I was. Was there a cafe near our building? Was there ilə başlayıb cümlə. Burada da is there, are there-də olduğu kimi uşaqlar. Bunun qısa cavabları yes, təklərdə there was. Yes, there was. Belə olacaq. No, there wasn't. İnkarda. Belə olacaq. Cəmlərdə isə yes, there were. Belə olacaq. No, there weren't. Demək olar ki, ingilis dilində qısa cavabı fərqlənən yeganə quruluşdur. Bunu da əzbər bilməlisiniz. Bu quruluşlarda biz deməli şəxs əvəzliklərindən istifadə etmirik. İndi burada was there-lə olduğuna görə yes ilə cavab verəcəyik. Yes, there was. Was she late for the meeting? No. Şəxs mübtədanı özləri veriblər elə. She wasn't. Read the text and answer the questions. Mətni oxuyun və suallara cavab verin. People travel around the world to see new places, meet new people and learn about different cultures. İnsanlar dünyanı ona görə səyahət edirlər ki, yeni yerlər görsünlər, yeni insanlarla tanış olsunlar və müxtəlif mədəniyyətləri öyrənsinlər. Every country has something unique to offer. Hər bir ölkənin özünün göstərəcəyi nəsə unique bir şey, nadir bir şey olur. Yəni həmin ölkənin özünə məxsus olan bir şey olur. Some are famous for their history. Bəziləri öz tarixlərinə görə məşhurdur. Some for their food. Bəziləri yeməklərinə görə. Others for their traditions. Digərləri adət-ənənələrinə görə or beautiful nature və yaxud da ki, gözəl təbiətə görə. For example, məsələn, France is known for its art and fashion, while Japan is admired for its technology and ancient temples. Fransa özünün incəsənət və modasına görə məşhur olduğu halda, Yaponiya isə texnologiyasına və qədim məbədlərinə görə məşhurdur.
Travel is not only fun but also a chance to learn. Səyahət təkcə əyləncə deyil, həm də öyrənmək üçün bir şansdır. When we visit another country, we taste new dishes, hear new languages, and understand how people live in different parts of the world. Biz başqa bir ölkəyə səyahət edəndə biz yeni yeməklərin dadına baxırıq, yeni dillər eşidirik və dünyanın başqa yerlərində insanların necə yaşadığını anlayırıq. These experiences make us more open-minded and respectful toward others. Və bu təcrübələr bizi başqalarına qarşı açıq fikirli və hörmətcil olmağa kömək edir. Görürsünüz uşaqlar, oradan da çox gəzən insan, çox təcrübəli insandır, dünya görüşlü insandır və daha hörmətcil, daha mədəni olur. Amma məsələn, çox gəzməyən, təcrübəsi az olan insanlar elə bilir ki, dünya ancaq onların ətrafında fırlanır. Onlar daha kobud, paxıl, kin-kürurətli olurlar, ola bilirlər. O da təcrübəsizlikdən irəli gəlir. Yəni, az görməkdən irəli gəlir. Aha, bəli. What is the main reason people travel around the world? Deyir ki, insanların dünyanı gəzməsinin əsas səbəbi nədir? To avoid learning, öyrənməkdən qaçmaq, xeyr. To see places and learn cultures, bəli, yeni yerlər görmək və deməli, mədəniyyətlər öyrənmək. To spend all their money, bütün pullarını xərcləmək, xeyr. To live in every country, hər bir ölkədə yaşamaq. To stay in one place, bir yerdə qalmaq, xeyr. According to the text, what makes the countries different from one another? Mətnə əsasən bir ölkəni digərlərindən fərqləndirən nədir? Only their weather, ancaq onların havası, xeyr. Their history, food, traditions or nature, onların tarixi, yeməyi, ənənəsi və təbiəti, bəli. Their money, pulu. Their population, onların əhalisi. Only their capital cities, ancaq onların paytaxt şəhərləri, xeyr. What do people gain when they travel? İnsanlar səyahət edəndə nə əldə edirlər? They become more open-minded and respectful. Onlar daha açıq fikirli və hörmətcil olurlar, bəli. They forget their own language. Öz dillərini unuturlar, xeyr. They stop enjoying life. Onlar həyatdan zövq almağı unuturlar, xeyr. They never meet new people. Heç vaxt yeni insanlarla tanış olmurlar. They become less curious. Onlar daha az maraqlanan olurlar, xeyr. Write the synonym to the word old from the text. Old sözünə sinonim nədir? Old. Baxaq, sinonim istəyir bizdən. Orada ancient var idi. Ancient temples. Baxın, budur. Və bu videoluk bu qədər uşaqlar. Sağ olun.